Sabahınız bir daha xeyir olsun. Bugün Azərbaycan tarixinin ən mühüm günlərindən birini yaşayırıq. Müstəqillik günümüzü qeyd edirik. Daha doğrusu müstəqilliyimizin bərpası günüdür bu günlərim. Və təbii ki, bu məsələdə biz azad torpaqlara qayıdış məsələsinə toxunmasaq olmazdı. Çünki bu doğrudan da sadəcə bir köç deyil, bu xatirədir. Bu hər bir vətəndaşın doğrudan da məsuliyyətidir, borcudur, vətəndaşlıq borcudur. Çünki birimiz ora köçməklə, birimiz ora dəstək verməklə bütöv ola bilərik və biz bugün bu məsələni müzakirə edəcəyik. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, xoş gördük sizi. Sabahınız xeyir olsun. Və təbii ki, bizim hamımızın çox sevdiyi, çox tanıdığı, bizə çox doğma olan bir insan Kəlbəcər azad edilən gündən ora köçən Kəlbəcərli həmkarımız Hikmət Əsgərov bizimlədir. Sabahınız xeyir olsun. Xoş gördük. Əslində Hikməti Bakıda görmək bugünkü gün bizim özümüz üçün də böyük bir şansdır. Çünki adətən Hikmət artıq Kəlbəcərdədir. Hikmət hardadır? Hikmət Kəlbəcərdədir. Və təbii ki, qeyd etdiyim kimi Hikmət Kəlbəcəri nəinki bugünündən, hətta son 5 ilindən belə deyək də anban bizimlə bölüşəcək. Mən düşünürəm ki, hər birimiz üçün maraqlı olacaq. Çünki həm də bir operator gözü ilə, unutmayaq ki, Hikmət həm də operatordur. Fuad müəllim, gəlin birinci sizdən başlayaq. İşğaldan azad edilmiş ərazilərdə bərpa, quruculuq işləri təbii ki, aparılır. Keçmiş məcburi köçkünlərin doğma yurtlarına dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində hansı addımlar görülür? Bugünkü gün üçün, yəni bunu danışaq. Yəni köç prosesi ümumiyyətlə necə təşkil olunur? Təşəkkür edirəm. İlk növbədə Real TV-nin rəhbərliyinə və proqramımızın yaradıcı heyətinə dəvətə görə minnətdarlığımı bildirirəm. Və sizi və simanızda geniş tamaşaçı auditoriyasını müstəqilliyimizin bərpası günü münasibəti ilə ürəkdən təbrik edirəm. Çox sağ olun. Allahdan ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhərlərimizə rəhmət diləyirəm. Müstəqilliyimiz əbədi olsun inşallah. Və sualınızı keçid almazdan öncə böyük qayıdışın bir tarixi ekskursuna nəzər salmaq istərdim. Əlbəttə ki, müstəqil və suveren dövlət qurmaq, müstəqil və suveren dövlətə sahib olmaq 100 illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur və bütün məhrumiyyətlərə baxmayaraq, kənar müdaxilələrə baxmayaraq 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz müstəqilliyini, dövlət müstəqilliyini bərpa etmiş və 18 oktyabr 1991-ci ildə Konstitusiya aktı, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edərək Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz müstəqilliyini bərpa etmişdir. Və əfsuslar olsun ki, ilk vaxtlarda ölkəmizdə olan ictimai, siyasi həyatda olan həcməclik, yəni köklü dövlət quruculuq işlərinə zəmin yaratmamışdı, imkan verməmişdi və məhz Ulu Öndər, ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı 1993-cü ildə həm Azərbaycanın qurtuluşu olmaqla yanaşı, eyni zamanda tarixi zəfərimizin və bugün sevincini, təntənəsini və qürurunu yaşadığımız böyük qayıdışın möhkəm təməlini qoymuşdur. Biliniz ki, Ulu Öndərimizin rəhbərliyi altında 1995-ci ildə ölkəmizin yeni konstitusiyası qəbul edilmiş, ölkəmizdəki geniş miqyaslı qanunvericilik və institusional islahatlar üçün əsas yaradılmışdır və əfsuslar olsun ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində həmin dövrlər Azərbaycan konstitusiyası işğal altında olan ərazilərə tətbiq oluna bilmirdi və eyni zamanda Ermənistan işğalçılıq siyasəti nəticəsində öz torpaqlarından zorla qovulmuş, didərgin salmış 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məhkum olmuşdu uzun müddət. Və məhz əsası, bünövrəsi Ulu Öndər, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial yönümlü siyasət nəticəsində ölkə əhalisinin ən kövrək, ən həssas təbəqələrindən biri olan məcburi köçkün və qaçqın soydaşlarımızın həyat şəraiti yaxşılaşdırılmış, onların sosial müdafiəsi və hüquqları gücləndirməsi baxımından mükəmməl qanunvericilik bazası yaradılmış
yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılmışdır. Və bu siyasət ümummilli liderimiz, ulu öndərimizin siyasi kursunun layiqli davamçısı olan möhtərəm cənab prezidentimiz tərəfindən daha da zənginləşdirilərək ardıcıllıqla həyata keçirilmişdir. Amma təbii ki, Azərbaycan dövləti tərəfindən məcburi köçkün və qaçqın soydaşlarımızın sosial müdafiəsinə, onların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn tədbirlərə baxmayaraq, bizim soydaşlarımızın problemlərinin dayanıqlı həll yolu keçmişdə işğal altında olan torpaqlarımızın azad olunması və soydaşlarımızın beynəlxalq qanunvericilikdə təsbit olunmuş tərzdə öz doğma torpaqlarına könüllü, ləyaqətli və təhlükəsiz tərzdə qayıdışı ilə bağlıdır. Və bu da 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən qazanılan tarixi zəfər nəticəsində mümkün olmuşdur. Bu zəfər ölkəmizin ərazi bütövlüyünü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış hüdudlar çərçivəsində tam dövlət suverenliyimizi bərqərar etməklə yanaşı, eyni zamanda 100 minlərlə soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaratmışdır. Və bugün dünya miqyasında öz unikallığı ilə səciyyələnən böyük qayıdış həm miqyasına görə, həm işğal dövründə məruz qaldığı dağıntıların həcminə görə ölkəmiz qarşısında 2030-cu ilədək duran sosial-iqtisadi inkişafa dair 5 milli prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir və məhz bunun əsnasında bu milli prioritetin reallaşdırılması məqsədi ilə və ölkəmizin 2022-26-cı illərdəki sosial-iqtisadi inkişaf strategiyasının davamı olaraq möhtərəm cənab prezidentimizin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin böyük qarşısında birinci dövlət proqramı təsdiqlənmişdir. Və həmin proqram qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi qarşısında bir sıra mühüm vəzifələr qoyur. Belə ki, dövlət proqramı və onun tədbirlər planından irəli gələn vəzifələrin icrası ilə bağlı Dövlət Komitəsi 5 fəaliyyət istiqaməti üzrə əsas icraçı qurum kimi, 12 fəaliyyət istiqaməti üzrə isə digər icraçı qurum kimi müəyyənləşdirilmişdir. Bugün biz fəxarətlə qeyd edə bilərik ki, Qarabağımızda və Şərqi Zəngəzurumuzda sözlə ifadə oluna bilməyəcək tərzdə geniş miqyaslı bərpa quruculuq işləri aparılır. Torpaqlarımız minalardan və digər partlamamış hərbi sursatlardan təmizlənir və keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı üçün münbit şərait yaradılır. Bugün artıq Qarabağda, Şərqi Zəngəzurda 50 mindən çox soydaşımız məskunlaşıb, təhsil alır, müxtəlif sahələrdə fəaliyyət göstərir və köç, qayıdış mərhələli şəkildə aparılır. İlk növbədə ən ağır şəraitdə məskunlaşan, qəzalı vəziyyətdə olan binalarda, yataqxanalarda, pansionatlarda, sanatoriyalarda, başqa vətəndaşlara məxsus olan evlərdə və mənzillərdə məskunlaşan məcburi köçkünlərə üstünlük verilir və qayıdış məcburi köçkünlərimizin daimi yaşadıkları şəhər, kənd və qəsəbələr üzrə aparılır. Püşkətmə yolu ilə Dövlət Komitəsində həm komitənin rəsmiləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri, yerli icra hakimiyyətləri, komitə yanında İctimai Şuranın kütləvi informasiya vasitələrinin və təbii ki, keçmiş məcburi köçkün soydaşlarımız öz iştirakı ilə püşkətmə tam şəffaflıq və obyektivlik prinsipləri rəhbər tutularaq püşkətmə yolu aparılır. Ailə tərkibinə uyğun olaraq bizim keçmiş məcburi köçkün soydaşlarımız Şərqi Zəngəzurda və Qarabağda yenidən inşa edilmiş və yaxud bərpa edilmiş evlərlə və mənzillərlə təmin edilir. Bir məsələni də qeyd etmək istərdim. Bu ilin əvvəlində möhtərəm cənab prezidentimiz yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdi ki, bu ilin sonuna dək 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkün soydaşlarımıza məskunlaşdırılması nəzərdə tutulur və bugün biz fəxarətlə qeyd edə bilərik ki, bu hədəfə nail olunub. Artıq 28 yaşayış məntəqəsində, o cümlədən 6 şəhər, Şuşa, Xocalı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli. Kəlbəcər deyən kimi avtomatik hikmət. Bəli, 2 kənd və 2 qəsəbə və 20 kənd olmaqla ümumilikdə 28 yaşayış məntəqəsinə artıq böyük qayıdışa start verilib və nəzərə alsaq ki, ilin sonuna dək
daha bir neçə yaşayış məntəqəsində, o cümlədən nə vaxtsa erməni vandalları tərəfindən Qafqazın Hirosimasına çevrilmiş, bugün isə ölkəmizin ən iri, ən füsunkar şəhərlərindən birinə çevriləcək Ağdam şəhərinə, Xocalı, Xocavənd, Ağdərə, Cəbrayıl və Zəngilanın bir sıra yaşayış məntəqələrinə böyük qarşıca start verəcək. Təbii ki, ilin sonuna dək yaşayış məntəqələrinin sayı 30-dan çox olacaq. Təbii ki, təbliğat, təşviqat məsələləri də burada çox önəmlidir də. Hikmət bu günləri, misal üçün, bu mövzuda çox vacib sütundur, mən düşünürəm. Belə deyək də, yəni görünən işlərin həm də üzü sayılır da. Misal üçün, mən Kəlbəcərə köçmək istəyirəm. Bax, mənə misal üçün o qədər xoşdur da, Kəlbəcər artıq bizimdir, azaddır və mən Bakıda doğulub boya başa çatan bir adam kimi ora köçmək istəyirəm. Misal üçün, Hikmət, məsləhətləşirəm sizinlə. Buyurun. Valla belə deyim də, bu 44 gün vətən müharibəsində mən də bir media işçisi kimi iştirak elədim. Hər dəfə bu kəndlər, qəsəbələr, şəhərlər azad olduqca ora daxil olanda biz görürdük oradakı vəziyyəti, viran olmuş vəziyyəti gördükcə o bizim əskərlərimizin necə özünü fəda eləməyini görürdük. Allah rəhmət eləsin şəhidlərimizə. Yəni bunları gördükcə eyni anda düşünürdük ki, ilahi görəsən bu dağılmış, bu viran olmuş ərazilərimiz bərpa ola biləcəkmi? Yəni bunlar hamısı necə baş verəcək, nə zamana yəni bunlar gəlib çıxacaq? Çox qısa zamanda şükür ki, bu dövlət proqramı yəni təsdiq olundu. Sürətlə işlər gedir. Məsəl üçün mən bayaqdan danışılan şeylərin hamısının şahidiyəm, anba-an görürəm. Köçü, orada yolların tikintisi, körpülərin, tunellərin inşası, binalar, məktəblər, bağçalar, yəni bunların hamısını görürəm və biri var kamera lenti, biri var mənim öz yəni yaddaşımdan, lentimdən, bunlar heç vaxt silinməz. Kəlbəcərə mən ilk dəfə gedəndə, öz yaşadığım evi gedib görəndə, yəni mən də düşünürdüm ki, ilahi görəsən bu bərpa olacaqmı, amma indi şükür Allaha köç var. Mən tək Kəlbəcərdə deyil bu, digər yəni azad olmuş ərazilərdə də eyni məsələdir. Mən 2 gün öncə Füzulidə oldum, inanın orada çiynində çanta, dərsə gedən uşağı görmək, orada eyvandan çıxıb məsəl üçün baxan adamları görmək, uşaqların sevincini görmək, bu xoşbəxtçilik. Vallahi yəni gərək hamımız yəqin ki bunu görəcəyik, dadacağıq. Mən ona görə biraz əvvəl dedim də, doğrudan birimiz ora köçməklə oranı canlandıracağıq, dirildəcəyik, birimiz də ora dəstək olmaqla. Yəni ki, şərt o deyil. Əgər sən heç Kəlbəcərdə, misal üçün də, ya digər işğaldan azad olunan ərazilərimizdə yaşamağı düşünmürsənsə, amma orayla bağlılığın mütləq olmalıdır. Bu olmalıdır da bizim istəyimiz. Misal üçün, hər zaman biz otururduq, yəni torpaqlarımız işğaldan azad olunmamışdan əvvəl düşünürdük ki, misal üçün övladımız getsin, sərhədləri aşsın, hansısa bir, lap elə yaxın, heç kim uşağını çox kənara, indi Hikmətdir də maşallah, oğlu Amerikada təhsil alır da, Hikmətin oğlu. Allah ona zehin açıqlığı versin. Arzu edirəm ki, inşallah o təhsilini sağlıqla, gözəl nəticələrlə başa vursun və bizim ölkəmizə gəlsin, Azərbaycanda fəaliyyət göstərsin. Yəni doğrudan da, yəni bu düşünürəm ki, hər bir Azərbaycan vətəndaşının hələ hər bir valideynin arzusudur. Və misal üçün biz indi səsləndirəndə ki, verişimizin birinci hissəsində Qarabağ Universitetinin rektoru Şahin müəllimlə telefon bağlantımız oldu. Nə qədər gözəl səslənir bunlar hamısı. Misal üçün hansısa bir valideynlə danışırsan, övladım Qarabağda oxuyur və ya magistr təhsil alır da, misal üçün gələcəkdə. Və ya misal üçün biz bəzən bilirsiniz yanlış fikir nədir? Hələ misal üçün bir məsələ olanda sosial şəbəkələrdə bu müzakirə olunur. Bugün bu bizə yaraşmır. Bu müzakirə bugün Azərbaycanlılar üçün çox ucuz müzakirədir. Misal üçün Kəlbəcərdən olanlar köçməlidir. Belə bir anlayış yoxdur. Əlbəttə ki, Qarabağ, cənab prezident, Qarabağ Azərbaycandır. Əlbəttə ki. Qarabağ deyil, yəni bütöv Azərbaycandır. Yəni faydası olan, özünün orada həyatını görən, duyan hər bir kəs gedib o torpaqlarda yəni qala bilər. Qalmasa belə orayla bir bağlılığı ola bilər. Nə qədər gözəldir. Siz bu sosial şəbəkələrdə bu negativ fikirlər falanlar, bu bayaqdan danışdığımız o görülən işlər, o qayıdışı hamısını kölgədə qoymaq istəyir. Amma bu belə deyil. Yəni, biz bunun hamısının şahidi oluruq da, görürük. Gündən günə görürük. İnşallah qismət olarsa
tam köç başa tutana qədər görəcəyik. İndi birazdan bizim bir telefon bağlantımız da olacaq. Yolumuz Qarabağadır portalı vasitəsilə. Yəni o rəhbəri ilə danışacağıq. Yəni portalın, daha doğrusu Aynanın media ilə əlaqədar şöbəsinin müdiri Tural müəllim qonağımız telefon bağlantımızda olacaq və ona da təbii ki, bəzi suallarımızı ünvanlandıracağıq. Geri qayıdan əhaliyə dəstək məqsədi ilə yaradılan qaynar xəttin fəaliyyəti necə qurulub? Bundan danışaq və ya daha sonra müraciətlər, yəni daha çox hansı istiqamətlərdə əhatə edir? 5 fəaliyyət istiqamətindən biri də məhz keçmiş məcburi köçkün sırdaşlarımızın qayıdış prosesinin yüngülləşdirilməsi məqsədi ilə xüsusi qaynar xidmətin yaradılmasıdır və eyni zamanda onların adaptasiyası ilə bağlı müvafiq dövlət qurumlarının rəsmiləri üçün təlim seminarlarının keçirilməsidir. Artıq bir neçə ildir ki, Dövlət Komitəsində 1657 nömrəli xüsusi qaynar xidmət yaradılıb və bir nömrəsini, bir düyməsini basmaqla bizim keçmiş məcburi köçkün sırdaşlarımız böyük qayıdışla bağlı bütün onları maraqlandıran məsələlərə, suallara cavab tapa bilərlər. 2 düyməsini basmaqla isə digər məsələlərlə, statusla, sosial müdafiə tədbirləri ilə, məskunlaşma məsələləri və digər məsələlərlə bağlı onları maraqlandırırlar, suallara cavab tapa bilərlər. Və təbii ki, son vaxtlar müraciətlərin mütləq əksəriyyəti qayıdışla bağlıdır. Biz nə vaxt qayıdacağıq, bizim növbəmiz nə vaxt çatacaq, bizim Eyni ilə birinə. dəyərli həmkarımız qeyd etdiyi kimi, yəni hər bir keçmiş məcburi köçkün soydaşımız o anı çox səbirsizliklə gözləyir və burada möhtərəm cənab prezidentimizin ötən il Aşıq sənətinin görkəmli nümayəndələrindən biri Aşıq Ələsgərin abidəsinin açılışında qeyd etdiyi bir fikri bir daha nəzərinizə çatdırmaq istədim. O qeyd etmişdir ki, bugün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Yəni o torpaqları hətta heç vaxt görməyən gənc nəsil, uşaqlar həmin torpaqlara böyük qürurla, böyük sevinclə qayıdır və yaxud qayıdacaqları günü böyük səbirsizliklə gözləyir və bu da Azərbaycan xalqının böyüklüyünün bir daha təcəssümüdür. Və artıq 60 mindən çox müraciət qəbul edilib Dövlət Komitəsi xüsusi qaynar və onu da demək istəyərdim ki, hər iş günü saat 9-dan 18-ə qədər tam avtomatlaşdırılmış şəkildə Dövlət Komitəsi xüsusi qaynar xidməti fəaliyyət göstərir və bizim həm vətəndaşlarımızın, ələxüsus keçmiş məcburi köçkün sırdaşlarımızın xidmətindədir. İndi telefon bağlantımız var. İstəyirəm suallarımızı verək Tural müəllimə. Yolumuz Qarabağadır portalı vasitəsilə indiyədək azad edilmiş torpaqlarımıza nə qədər insan ziyarət edib? Bununla bağlı təbii ki, məlumatı bizə Aynanın media ilə əlaqələr şöbəsinin müdiri Tural Orucov verəcək. Tural müəllim, sabahınız xeyir olsun. Müstəqilliyin bərpası günündə sizinlə telefon bağlantısı edirik. Yayımımız bugünə təsadüf edibdir və bugün münasibəti ilə də sizi, sizin kollektivinizi təbrik edirəm və istəyirəm məlumat alım ki, fəaliyyətə başlayandan bu yana bu portal vasitəsilə, yəni neçə avtobus reysləri həyata keçirilibdir, həmçinin şəxsi minik vasitələri ilə, yəni Qarabağa nə qədər insan səfər edib? Buyurun, söz sizdədir. Salam, sabahınız xeyir olsun. Həm sizi, həm studiyada əyləşən, həm də ekran qarşısında əyləşən bütün tamaşaçıları təbrik edirəm. Həm şəxsən öz adımdan, həm təmsil etdiyim qurum adından və bu efirə qoşulmaq doğrudan da olduqca xoşdur və bu məlumatları mən sizinlə bölüşmək istəyərdim. Ümumiyyətlə, Böyük Qayıdış proqramı çərçivəsində təmsil etdiyim qurum Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bilirsiniz ki, həmin ərazilərdə məskunlaşan vətəndaşların rahat və keyfiyyətli sərnişin daşıma xidməti ilə təmin etmək məqsədi ilə müntəzəm avtobus reysləri təşkil olundu. Çox uzaq bir tarix deyil, 2022-ci ildə 24 yanvar tarixində Bakı Beynəlxalq Avtovağzal kompleksindən ilk reyslər həyata keçirildi Şuşa və Ağdam şəhərinə. Mən həmin günləri çox gözəl xatırlayıram, insanların sevincini xatırlayıram və bir statistik məlumatı çatdırım ki, həmin gündən
bugünə kimi artıq 10.986 reys həyata keçirilib ki, 145 minə yaxın sərnişin işğaldan azad olmuş əraziləri ziyarət edib. Müntəzəm avtobus reysləri ilə vətəndaşlarımız günün bu günü səfər edə bilirlər və biletləri yalnız və yalnız onlayn qaydada biletim.az portalı üzərindən əldə edə bilirlər. Həmçinin bilirik ki, həmin əraziləri səfər etmək üçün vətəndaşlarımızın xüsusi icazəsi olmalıdır. Portal vasitəsilə əlbəttə ki, bu imkanlar yaradıldı və biletim.az portalı üzərindən əldə edərkən biletləri Azərbaycan vətəndaşlarına bu icazələr artıq avtomatik qaydada təqdim olunur və vətəndaşlarımız rahat şəkildə həmin əraziləri ziyarət edə bilirlər. Bugün artıq Bakıdan daha digər istiqamətlərə də məskunlaşma baş verdikcə digər istiqamətlərə də müntəzəm avtobus reysləri açılır və Bakıdan artıq Şuşa, Laçın, Xankəndi, Xocalı və Ağdama səfər etmək mümkündür. Və nəinki paytaxtdan. Ümumiyyətlə bu fürsəti biz regionda yaşayan vətəndaşlarımıza da yaratdıq. Belə ki, bölgələrimizdən artıq Gəncə, Mingəçevir və Bərdədən də həmin ərazilərə müntəzəm avtobus reysləri mövcuddur. Turan müəllim, təşəkkür edirəm sizə qoşulduğunuz üçün. Mən bir məlumatı da icazənizlə diqqətə çatmaq istəyərdim. Ümumiyyətlə qeyd edək ki, xatırlayırsınızsa, bu müntəzəm avtobus reyslərindən savayı Yolumuz Qarabağa.az portalı var və hazırda məhz həmin portal vasitəsilə fərdi nəqliyyat vasitələri ilə vətəndaşlarımız səfər edə bilirlər. Həmin məhz iki portal vasitəsilə, biletim.az portalı vasitəsilə müntəzəm avtobus reysləridir. Yolumuz Qarabağ portalında isə vətəndaşlarımız fərdi nəqliyyat vasitələrini öz şəxsi nəqliyyat vasitəsi ilə qeydiyyatdan keçərək keçirlər və artıq 23 iyun tarixindən xarici ölkə vətəndaşları da həmin ərazilərə səfər edə bilirlər və bir statistik məlumatı diqqətinizə mən çatdırmaq istərdim ki, artıq 3 milyondan çox vətəndaşa məhz bu portal üzərindən icazə verilib ki, onlardan 3300-ü xarici ölkə vətəndaşlarıdır. Hikmət müəllim, sualınız var Tural müəllimə, buyurun. Soruşaq ki, bu Yolumuz Qarabağa bu portalda ərazilərimizin siyahısında Kəlbəcəri nə vaxt görəcəyik? Ümumiyyətlə qeyd edək ki, Kəlbəcərdə artıq köç var və Bakıdan, Gəncə şəhərindən Kəlbəcərə avtobus reysi mövcuddur. Yolumuz Qarabağ portalı ümumiyyətlə məskunlaşma olduqca və portala inteqrasiya edildikcə, infrastruktur qurulduqca yeni istiqamətlər həmin portala əlbəttə ki, daxil olur və bu barədə əlbəttə ki, bizdə məlumat olduqca biz əlbəttə ki, ictimaiyyətə bunu bölüşəcəyik, çünki insanlarımız yeni istiqamətlərə getmək istəyirlər. Amma bildiyimiz kimi bütün bu infrastruktur qurulmalıdır və inteqrasiya sistemi olmalıdır ki, vətəndaşlarımız rahat şəkildə ondan istifadə edə bilsinlər. Amma həmin ərazilərdə məskunlaşan vətəndaşlarımıza məhz Gəncədən avtobus reysləri var və onlar səfər edə bilirlər. Aydındır. Təşəkkür edirəm Turan müəllim. Çox sağ olun. Gözəl həftə sonu arzu edirəm sizə. Uğurlar. Əslində infrastruktur qurulmalıdır. Yəni qurulur da. Yəni yeni yollar, məktəblər, xəstəxanalar, su və elektrik xətləri çəkilir. Yeni iş yerləri yaradılır. Eyni zamanda turizm, kənd təsərrüfatı və sənaye potensialı inkişaf etdirilir. Mədəni abidələr, məscidlər, qəbristanlıqlar təmir olunur və təbii ki, əsas bir məsələ də var. Torpaqlar mina və partlayıcı vasitələrdən təmizlənir. Çünki biz əgər bugün yolumuz Qarabağadır, yəni qayıdışdan və s. danışırıqsa, orada biz insanların təhlükəsizliyini də təmin etməliyik. Ona görə də yəqin ki, hər bir şey sırayla öz axarında davam edəcək. Hikmət, buyur, Kəlbəcərlə bağlı biraz əvvəl gözəl qeyd etdiniz də, məktəbə uşaqlar gedir falan. Ümumiyyətlə, gün necə keçir Kəlbəcərdə? Valla açığı deyim... Yəni biz Bakıda da gün o qədər gözəl deyil, yəni tıxaclarlanıq, səsküydəyik, ora qaç, bura qaç, bir də görürük, gün bitdi. Yəni Bakı ilə müqayisə etmirəm, amma ümumiyyətlə düşünürəm ki, hər bir halda Kəlbəcərdə gün çox gözəl keçir. Təmiz hava, siqnal səsi yox, tıxac yox, daha sonra... İnanın ki, işğaldan belə deyək, öncə Kəlbəcərdə sözsüz ki, əhali öz yurdunda, yuvasında yaşayırdı. Bu qədər bu azad olandan sonraki deyək ki, canlılıq heç yox idi. Hələ indi quruculuq işləri gedir, köç bir qism olubdur. Amma məsəl üçün o rayonlara getdikcə, kəndlərə getdikcə o canlılığı görəndə adam anlayır ki, bu hansı səviyyədə yəni köç olur da. Kəlbəcərdə gün belə keçir. İnanın ki, heç günün bitməsini adam istəmir. Sözsüz ki, bəzi işlərlə də məşğuluq, amma daha çox Kəlbəcəri mən şəxsən özümdən deyim ki, Kəlbəcərdə
görülən işləri, oranın təbiətini, oradakı deyək ki, sərvətləri, mineral suları falanı belə vizuallaşdırıb çəkib, yəni təqdim eləməyi, daha çox sevdirməklə çalışıram ki, onu sevdirim. Elə bilirəm bir qismdə alınır. Əlbəttə təbliğat çox önəmlidir. Bilirsiniz, bu indi biri var, köç olur, qanuni şəkildə portallar açılır, minalardan təmizlənir falan. Ondan başqa mən məsəl üçün ilk olaraq 2022-ci ildə pilot layihə kimi təsərrüfatların köçü oldu. Sonra artıq böyük belə deyək şəkildə müəyyən vaxt portallar açılır, insanlar, heyvanlar, arıçılar arılarını aparır. Mənim də bir arı təsərrüfatım var kiçik. Bəli. Bərəkətli olsun. Maşallah. Təşəkkür edirəm. Bərəkətli olsun. Çox şükür biz aparıb o yaylaqlarda məsəl üçün təsərrüfatı qoya bilirik, orada inkişaf elətdirə bilirik. Belə deyim, orada bu təsərrüfat işi ilə məşğul olanların yaşayışını oturub mən gözüm qabağına keçirirəm. Onlar deyək ki, çadırlar qururlar, müvəqqətidə, yəni sonra söküb gedirlər. Bəziləri, mən məsəl üçün mən Kəlbəcər şəhər sakiniyəm, amma bir ata-baba kəndimiz var, Kəlbəcərin Ağca kəndi. O kənd Kəlbəcərdə ən aktiv kəndlərdən biridir. Düşünün ki, 200-dən çox ev yaşayış olub orada. Bəlkə səhv eləyərəm rəqəmdə. Amma öz hesablarına yol çəkdilər o kəndə, kənd sakinləri. Hər kəs deyək ki, öz qapısında modul tipli yüngül konstruksiyadan evlər tikib. Yəni çadırdan verir. Yəni fikirləşin o insanlar necə can atır ora keçməyə. Səbirsizliklə gözləyir. Səbirsizlik. Biz də bayaq müəllim də dediyi kimi biz də öz növbəmizi gözləyirik Kəlbəcərə köçünə bağlı. İnşallah ki, bizə də qismət olar. Və bunu bu müstəqilliyin bərpası günündə qayıdışla bağlı danışmaq ayrı bir xoşbəxt fəxarət. Əslində qayıdışın mənəvi tərəfləri də yəni çox vacib məsələdir də. Bundan da istəyirəm danışam. Məsəl üçün biz azad torpaqlara qayıdış deyəndə adətən çoxumuz da gəlin etiraf edək ki, yaşlı nəsli nəzərdə tuturuq. Çünki onların o torpaq həsrəti, torpağı hiss etmələri tamam fərqli bir şeydir də. Yəni yəqin ki, biz də o qədər yaşamalıyıq, yəqin ki, biz də nələrisə o duymalıyıq da. Onlar qədər duya bilmirik hər bir halda. Çünki bu adamlar itki yaşadı, bu adamlar yaşadığı torpağı itirdi, nə bilim, doğmalarının, torpaq altında olan əzizlərinin məzarlarını orada qoyub gəlmək məcburiyyətində qaldılar və s. Yəni doğrudan da böyük bir çətin dövrdən keçdik, amma əlhəmdülillah, yəni bu günləri hər şey çox yaxşıdır, çox şükür, bəli. Amma gənc nəsil azad torpaqlara necə yaşamalıdır, nəyi unutmamalıdır? Yəni gəlin biraz bundan bağlı danışaq. Elnarə xanım, icazənizlə dəyərli qardaşımızın dediklərinə bir dəstək də vermək istəyərəm. Biz Dövlət Komitəsinin rəsmiləri olaraq keçmiş məcburi köçkün sözdaşlarımıza müntəzəm həm qəbul edirik, həm səyyar qəbullar olur, həm artıq işğaldan azad edilmiş torpaqlarımızda onlarla görüşlər keçirik və onların yekdil fikirləri ələlxüsus yaşlı nəslin nümayəndələri belə deyir ki, biz sanki yenidən doğulmuşuq. Bəli. Biz sanki yenidən bu həyata gəlmişik. Sanki 30 il olmayıb belə. Onların ömrü çox uzanacaq, mən sizə deyim, motivasiyadır da. Motivasiyadır, yeni bir başlanğıcdır. Mənim atam 78 yaşı var. Hər il biz aparırıq onu bir 2 ay, 3 ay təşəkkür edirəm. Orada qalır. İndi bir tərəf də deyim, məsələn, yaşlı nəsil orada daha çox gün keçirib, ömrün günün, ata-baba qəbirləri, məzarları oradadır. Bu anlaşılandır. Amma gənclərin ora getməsi ilə bağlı çox böyük bir xoşbəxtlik. Mən şəxsən öz ailəmdən götürürəm, mənim 3 övladım var. Maşallah. Üçü də hansısa bir tətil, hansısa bir bayram günlərindəki o vaxtdan istifadə edib xahiş edirlər, yalvarırlar ora getməklə bağlı. Bu özü bir torpaq çəkir. Bəli, torpaq çəkir. Həm də bu sizdən də çox asılıdır, Hikmət. Məsəl üçün Lalə xanım da Hikmət bəyin xanımı, yəni Real televiziyasında xəbərlər departamentində baş redaktordur. Yəni demək istəyirəm ki, ailədən çox şey asılıdır. Biraz əvvəl də məsəl üçün Arzu müəllim efirimiz bitən kimi dedi ki, əslində xırda bir şeydir, amma böyük mənəvi dəyəri var. Hər bir uşağın yazı taxtasının da evdə masasının üzərində bir bayraq balaca qoyulsa, aksesuar kimi, ona bu aşılansa, yəni siz evdə Lalə xanımla bütün bunları danışmasaydınız, aşılamasaydınız, mən inandırım ki, yox, uşaqlar ancaq Bakıdakı o rəngli əyləncə mərkəzlərində istəyəcəklər. Dövlət proqramı məlumdur, bu sosial-iqtisadi inkişafla bağlı gedən mərhələlər göz qabağında bu xüsusi nümayəndəliklərin yaradılması, onun formalaşması, yəni yerdə işlər getməsi göz qabağındadır.
həm biz bunu izləyirik mətbuatdan, həm görürük. Siz düzgün dediniz, bu təbliğat. Yəni oturub gözləmək hər şeyi dövlətdən ki, bu olacaq. Biraz da gərək biz özümüz də dövlətə dəstək olaq. Əlbəttə ki. İstər psixoloji tərəfdən, istər deyək ki, gedib orada özümüz nəyisə yaratmaq, kömək. Biz də, məsəl üçün, mən bilirəm ki, biz gedib orada öz əllərimizdən bulaqları açırıq. Bu istək yox, Hikmət müəllim, bu istək yox, bu bir borcdur, olmalıdır. Valla biz bunu doğrudan qarşımıza borc kimi qoymalıyıq. Vətəndaş borcu. Hər bir şeyi də dövlətdən bilirsiniz necədir? Gəlin belə danışaq da. Baxın, bəlkə də mənə elə gəlir ki, uyğun müqayisə olacaq. Məsəl üçün, biz ev alırıq. Tutalım, bu evi bizə valideynimiz aldı, verdi və ya biz ailə qurduq. Bu bizim həyat yoldaşımıza və onun tutalım ailəsinə aid olan evdir. Bizim üzərimizə nə missiya düşür? Bu evi qorumaq. Və bu evdə dağılan hər bir şeyi yenidən bərpa etmək, dağıtdıqca üstünə dağıtmaq yox. Misal üçün, təmizliyidir, gigiyenasıdır, oradan bir daş parçasını qopmağa qoymamaqdır da. Amma üzr istəyirəm, veririk bir adama ya bir ailəyə saray, neçə min kvadratlıq evlər və yaxud da villalar, bir neçə müddətdən sonra görürük ki, hamısı darmadağın olur. Valla düz demirəm, orada sənin evindir də, oranın küçəsi də sənin evindir, orada küçə yoxdur. Və bir məqamı da vurğulamaq istərdim. Müqəddəs ruhları qarşısında baş əydiyimiz şəhidlərimizin qanı ilə suvarılmış, işğaldan azad edilmiş torpaqlarımız və bizim qazilərimizin canı bahasına azad edilmiş torpaqlarımıza yeni ruh, yeni nəfəs vermək hər bir Azərbaycan vətəndaşının borcudur. Borcudur, bəli. Yəni, təkcə, təbii ki, bayaq da qeyd edildi, təkcə keçmiş məcburi köçkünlər və yaxud həmin torpaqlardan ərazilər, onun sakinləri yox, hər bir Azərbaycan vətəndaşının borcudur və bu mənada təbii ki, təbliğat, təşviqat, maarifləndirmə işləri dövlətimizin və o cümlədən də Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bilirsiniz, 44 günlük vətən müharibəsindən keçdik. Yəni, 44 gün, bəli, rəqəm olaraq bəlkə də kiməsə az gələ bilər, bəlkə də itkiləri olan insanlara çox uzun gələ bilər. Amma bu daha da uzana bilərdi, daha da çətin proses, düz demirəm. Yəni, biz görürük də savaşları, illərlə savaşlar gedir. Hər şey, yəni bugünkü gün göz qabağındadır. Yəni 44 gün bizim üçün çox çətin oldu. Ondan sonraki dövrdə hətta bu boyda böyük nailiyyət. Əlbəttə ki, yəni ki biz oranın bütün torpağını, daşını qorumalıyıq. Fuad müəllim, bir sual da verim. Köçlə bağlı sorğu prosesi necə aparılır? Heç ona toxunmadıq ona. Fəaliyyət istiqamətlərindən biri də sorğuların aparılmasıdır. Ümumiyyətlə sorğular böyük qayıdışın təməlini, bünövrəsini təşkil edir və məhz onun əsnasında qayıdışla bağlı ilkin proqnozlar təşkil olunur, hazırlanır. Onu da qeyd etmək istəyirəm ki, bugünədək Dövlət Komitəsi tərəfindən ölkəmizə müxtəlif 62 şəhər və rayonlarında məskunlaşan keçmiş məcburi köçkün soydaşlarımız arasında sorğular keçirilmiş. Artıq 95 min məcburi köçkün ailəsi olmaqla 350 min nəfəri əhatə edən sorğular keçirilmiş. Həmin sorğular nəticəsində soydaşlarımızın həm yaşayış tərzi, onların təhsili, məşğulluğu, sosial məsələlərlə bağlı bütün məlumatlar Dövlət Komitəsi nəzdində yaradılmış qayıdış və reinteqrasiya elektron idarə etmə sisteminə deməli yüklənmişdir və məhz həmin elektron idarə etmə sistemi vasitəsilə digər hökumət serverlərinə çıxış olmaqla böyük qayıdış elektron formada idarə olunur və onu da qeyd etmək istəyirdim ki, sorğuların nəticəsi olaraq keçmiş məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti nəinki öz doğma torpaqlarına qayıtmaq niyyətini bildirmiş, həmçinin Qarabağda, Şərqi Zəngəzurda gedən bərpa quruculuq işlərində fəal şəkildə iştirak etmək əzminlərini bildirmişdir. Məsəl üçün, qayıdışla bağlı hər hansı bir qadağa varmı? Yəni, kimlərə olmaz köçmək? İlk növbədə təbii ki, məcburi köçkün statusu olan soydaşlarımıza üstünlük verilir. Çünki təbii ki, onların mülkiyyət hüququdur, onların torpaqları itirib, mülkiyyət itirib. Amma növbəti mərhələdə... Yəni biz 30 il Qarabağın azad olmasını istəmişiksə, onlar evlərinin azad olmağını, küçələrinin azad olmağını istəyiblər. Təbii ki, onların haqları var. O haqlara da hörmətlə yanaşmaq lazımdır. Bəli, ilk növbədə təbii ki, keçmiş məcburi köçkün soydaşlarımıza üstünlük verilir və bu da onların yenə də konstitusiyada və beynəlxalq qanunvericilikdə təsbit olunmuş hüquqlarıdır, fundamental insan hüquqlarıdır. Aydındır. Qaynar xətlə bağlı danışaq. Qaynar xətlə bağlı bir daha qeyd etmək istədim ki, 1657 qısa nömrəni yığmaqla
bizim soydaşlarımız, keçmiş məcburi köçkün soydaşlarımız onları maraqlandıran hər bir sualla bağlı müraciət edə bilərlər və müntəzəm olaraq hər gün Dövlət Komitəsi nəzdində qaynar xətt xidməti fəaliyyət İndi göstərməkdir. Fuad müəllim, bax belə bir nüanslar da var da, yəqin ki, bununla bağlı da layihələr işlənilibdir. Misal üçün, adam ailəsi ilə çox balaca olanda uşaqları 30 il əvvəl yəni oranı tərk edib də, məcburi yəni tərk edib. Misal üçün, artıq o ailədəki uşaqlar böyüyüb, bəlkə də bir neçə ailə evləniblər. Hə də artıq bir evin içində bir ailə deyil, bir neçə ailədir. Bax onlara yəni hər bir ailəyə ailə tərkibinə uyğun olaraq ayrıca mənzil və ev təklif olunur. Qarabağda və Şərqi Zəngəzurda. Bəli. Bu çox yaxşı. Hər bir keçmiş məcburi köçkün statusu olan şəxsə Qarabağda, Şərqi Bəs heç Zəngəzurda. sahibkarlar müraciət edir? Misal üçün, orada hansısa, indi mən demirəm, bu üzr istəyirəm, Antalya deyil ki, gedib bir dənə ev alıb qoyasan, orada özün gəlib oturasan Bakıda, o da düzgün deyil də, yəni orada yaşayış olmalıdır. Orada nəfəs olmalıdır, canlanma olmalıdır, bu mütləqdir. Əslində bu, yəni ki... Təbii, paralel olaraq gələcəkdə, yəni sahibkarlara da digər əhali... Nə bilim, kimsə tutalım orada otel tikdirmək istəyir və yaxud da restoran açmaq istəyir. Həm də turizm yeri olduğunu da Qarabağlı olmayıb, mən neçəsini şahid olmuşam. Mənim iş yoldaşlarım var, dostlarım var ki, getmişik, gəlmişik. O ərazidən olmayanlar belə heç sahibkarlıqda yox, yaşamaq üçün belə o şansı, o anı gözləyirlər. Belə məqam var. Qidalanma da ki, Hikmət müəllim, orqanik, hə? Orqanik, bəli. Orqanik. Kəlbəcərdə... Adam orada qidalanandan sonra gəlib şəhərdə heç nə yeyə bilməz. Bioloji təmiz və orqanik. Düz deyə, şəhərdə də orqanik məhsullar var. Sağ olsun da bölgələrdən, yəni insanlar gətirir, bazarlarda və s. satır. Amma baxmayın da, bir də var ki, sən orada yəni qidalanırsan. Elə oranın havası... Düşünün, Kəlbəcərdə, şəhərdə infrastruktur biraz müəyyən qədər qurulub. Deyək ki, dükan var, mağazin var, gedib bəzi şeylər almaq olur. Amma kəndlərdə bu portal dövrü deyək də, bu təsərrüfat dövrü yaşayanlar o baxımdan biraz əziyyət çəkir. Yəni onun daşınması, gəlməsi. Amma şükür Allaha, təbiətdə deyək ki, təbii meyvələr, təsərrüfatçıların ətlə, deyək ki, ağartı məhsullarla, bal, yəni bunlar var və heç kim korluq çəkmir. Bəs qış sərt olur da, yəni bildiyim qədərilə. İndi artıq orada yəni soyuq. Yəni Kəlbəcərdən danışırıqsa, bəli, Kəlbəcərdən danışırıq. Çox sərt olur. Keçən qışı necə keçirdiniz? Keçən qış, mən deyim ki, ondan öncəki qışlardan daha sərt oldu. Amma bir şey deyim də, o... Çünki xatırlayıram, qar falan yağmışdı, siz Facebookda, sosial şəbəkələrdə çəkib paylaşırdınız. Orada, yəni... Sentyabrdan artıq qar yağır. Hə, sentyabrdan artıq dumanlı, çizgin... Hal-hazırda Kəlbəcərdə, yüksək dağlarda qar var, artıq var. Yəni, biz biraz tez görürük də qarı. Qar olur, qış çox sərt keçir, amma belə deyim də, o dövrdə də, hələ belə deyək, biraz şəraitsiz dövrlər idi. Çox yaxşı, yəni bunun ötəsindən gəlmək olur. Yəni, ərazi ona imkan verir. Sərt qış olsa belə, rütubət yoxdur orada. Rütubət yoxdur. Qışın da öz bir, məsələn, belə deyim də, bəzən deyirlər ki, payız ayı filan ərazi yaxşıdır, qışda filan. Kəlbəcərdə, yəni orayla bağlı deyirəm, 4 mövsüm dövrü də gözəldir. Biraz əvvəl Tural müəllim telefonda dedi ki, turistlər də hətta olub ki, ziyarət ediblər də, yəni indi... Kəlbəcəri. Hə, Kəlbəcəri də. Tural müəllim dedi, xarici vətəndaşların getməklə bağlı. Baxın, orada, məsəl üçün, işlər gedir, şirkətlər var, türklər var. Bundan başqa gəlib orada çalışanlardan, digər rayonlarımızdan var. Yəni, onların ora sevgisi, onların ora, məsəl üçün, mən bəzən soruşuram da ki, necədir? Bura tək Kəlbəcərdə yox, digər azad olmuş yerlər. Yəni, sevirlər və hətta işdən sonra onlar orada qalmağı da belə arzulayırlar. Yəni, turizm daha çoxdur, can atırlar. Hər gün oluruq, baxırıq avtobuslarda gəlib necə şəkil çəkdirmək, yəni o mənzərələrə baxmaq. Fuad müəllim, müraciət edənlər arasında, misal üçün, bəzən bunlar da müzakirə olunur da ki, müraciət edirlər, tutalım da orada verilir onlara mənzillər, amma ki, belə bir söz deyirlər ki, o mənzilləri bağlayırlar, özləri gəlib Bakıda yaşayırlar. Əlbəttə ki,
Elə hallar da var. Elə hallar da var. Yəni o insanlara bir qadağa falan qoyulmur da əvvəlcədən. Bunu edə bilərlər də sərbəst şəkildə. Hə, burada nə var ki? Bilirsiniz, Yəni adam istəyir, bəlkə şəhərdə işi var da. İndi bəlkə burada da o adamın doğrudan da Bakıya, bizə, sizə, mənə faydası var. Yəni elə bir işlə məşğuldur ki, o həm burada olmalıdır, həm orada olmalıdır da. Əlbəttə ki, İndi necə olur? Misal üçün mənim tutalım hansısa bir rayonda evim var. Mən özüm yaşayıram Bakıda, arada bir gedirəm ora. İndi bu insan da belə istəyirsə, niyə bu müzakirə olunur ki? Əlbəttə ki, hər bir keçmiş məcburi köçkün ailəsi ilə fərdi qaydada görüşlər keçirilir, söhbətlər aparılır, müzakirələr Yəni aparılır. köç prosesi belə təşkil olunur. Bəli. Həm Dövlət Komitəsinin rəsmiləri, həm prezidentin nümayəndələrinin rəsmiləri, yəni hər bir ailə ilə fərdi qaydada. Təbii ki, yəni onların həm məşğulluq, həm təhsil, digər sosial məsələlərlə bağlı, yəni kompleks burada yanaşma var və hər bir ailəyə fərdi yanaşma var və bir məsələni də qeyd etmək istəyirəm. Sonra nəzarət falan da olur da. Təbii, monitorinqlərdə keçilir. Bu çünki bu elə məsələdir ki, bu Qarabağ məsələsi, yəni burada nəzarəti əldən vermək olmaz. Heç kim məcburi aparılmır. Yox, heç kim məcburi aparılmır, amma təbii ki, bu ölkəmizin yenə də qeyd etmək istəyirəm, bu bizim rifahımız üçündür. Strateji prioritetlərimizdən biridir, milli prioritetlərimizdən biridir və bayaq illərə həm siz təbliğat məsələsini qeyd edədiniz. Burada bir məsələni vurğulamaq istəyirdim, təhlükəsizliyi ilə bağlı. Bəli, biz birinci hissədə əslində danışdıq bu barədə. Əfsuslar olsun ki, yəni işğal dövründə Azərbaycan torpaqlarımız və keçmiş təmas xətti üzərində olan torpaqlarımız erməni qəsbkarları tərəfindən minalarla və digər partlamamış hərbi sursatlarla o səviyyədə çirklənib ki, bugün yer kürəsində ən çirklənmiş torpaqlardan biridir. Və təbii ki, mühtərəm cənab prezidentimiz də bu yaxında BMT-nin ali kürsüsündən qeyd etmiş ki, 400-dən çox bizim mülki vətəndaşımız 2020-ci il, yəni tarixi zəfərimizdən sonra mina terrorunun qurbanı olmuş, həyatlarını itirmiş və yaxud çox ağır, ciddi xəsarətlər almışdı və bu sahədə də Dövlət Komitəsi aidiyyəti qurumlarla, həm ANAMA, Azərbaycan Dövlət Mina Təmizləmə Agentliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə əməkdaşlıq çərçivəsində keçmiş məcburi köçkün soydaşlarımız arasında məlumatlandırma işləri aparılır. Onların mina təhlükəsi ilə bağlı müxtəlif nişanələrə diqqət yetirməyinin vacibliyi qeyd olunur. Animasiya filmləri hazırlanır, müxtəlif posterlər hazırlanır və qapı-qapı layihəsi çərçivəsində, yəni birgə fəaliyyət çərçivəsində artıq 24 mindən çox keçmiş məcburi köçkün soydaşımız əhatə olmaqla belə bir təlimlər keçirilmiş. Eyni zamanda beynəlxalq Niderlandın Mindmark təşkilatı ilə birgə Dövlət Komitəsi məktəblər üçün, yəni məktəblərdə interaktiv formada, yəni oyunlar vasitəsilə, interaktiv oyunlar vasitəsilə məktəblərə, uşaqlara mina təhlükəsizliyinin nə qədər vacib olduğunu çatdırmağa çalışır. Təşəkkür edirəm gəldiyiniz üçün. Bax, biraz əvvəl sadalandınız bu təhlükəsizliklə bağlı. Bütün dövrlərdə, maşallah, siz də savadlı insanlarsınız. Bütün dövrlərdə, nə bilim, eramızdan əvvəl bu əlbəyaxa döyüşlərdən başlamış, bugünün dron döyüşlərinə qədər bütün savaşlarda oxşar şeylər var. Yəni bunu demək olar ki, savaş görən bütün dövlətlər yaşayıb. Yəni bunu biz də yaşamalıydıq, çünki bizdə də savaş olub da. Bütün bunlar, yəni mənfisi ilə, müsbəti ilə bunların hamısını yaşamalıydıq. Bir də ki, bax bu cür məsələlərdən sonra elə millət olur da, birlik olur. Düz demirəm. Deyir ki, itirməsən bir şeyin qədrini bilmirsən də. Ona görə də əsas nədir? Bugünkü gün 18 oktyabr bizim müstəqilliyimizin bərpası günü və biz bunu dəyərli qonaqlarımızla bölüşdük. Kəlbəcər ətirli Hikmətlə bölüşdük bunu. Çoza doğrudan da Hikmət deyən kimi ancaq Kəlbəcər, hətta Fuad müəllim də özündən qeyri-yaxda Kəlbəcər deyən kimi qardaşımıza deyə toxunurdu. Fuad müəllim, çox sağ olun gəldiyiniz üçün. Sizə də uğurlar işlərinizdən. Və son olaraq qeyd etmək istəyirəm, bir arzunu bildirmək istəyirəm ki, tezliklə hər bir keçmiş məcburi köçkün soydaşımız bizim dəyərli Hikmət qardaşımız olmaqla böyük qardaşın sevincini və qürurunu yaşaya bilsin. Qoy Hikmət, sizin balalarınızın xeyir işləri üçün biz Kəlbəcərə gələk. Orada da qeyd elək. Yəni o deyirlər 7 gün, 7 gecə toy olur. Qoy burada da olsun, Bakıda da olsun, amma orada da olsun. İnşallah, amin. Təşəkkür edirəm gəldiyiniz üçün. Sabahınız bir daha xeyirli olsun. Hər birinizə gözəl həftə sonu arzu edirəm. Və təbii ki, vətəndaş məsuliyyəti bütün məsələlərdə ən birinci gəlir. Ona görə də hər birimizə balacalı, böyüklü vətəndaş məsuliyyəti arzu edirəm. Sağ olun, salamat qalın. Gələn həftə görüşmək ümidi ilə.